Kombinə. Aylıq təxmini nə qədər ödəyirsiniz? Bir aya qış vaxtı 64 manat, 60 manat 5 otaq verdiniz. Çox. Yəni keçən ilə nisbətən görürsüz fərq, yəni Əksinə bahalaşıb. Bilmirəm niyə bizdə hər şey çox bahadır və pensiyasıyıq. Çətindir ödəmək, çatdırmaq, xəstəliyimiz var. Ancaq durmadan da ölkədə qiymətlər qalxır. Bilmirəm. yəni ümumiyyətlə Sudur, belə qazdır, işıqdır. Xeyli 140-150 manata yaxın pul aparır bizim ödənişlərimiz. Qaz beşiyini istəyir. aylıq təxmini nə qədər ödəyirsiniz? 70 manat, nə bilim 80 manat belə. Yəni keçən ilə nisbətən fərq var. Yoxdur fərqsə. Kombi. Aylıq təxmini nə qədər ödəyirsiniz? 20-25 manat. Bunu kvadrata sizdə. Xeyr, bina evi. Gecə söndür deyəcək, ehtiyac olmur. Kombi. 3 otaqdır. Ancaq şeydir, pul gedir də. Nə qədər Əsas kombiyə gedir də, elə pul qaza gedir. nə qədər ödəyirsiniz? Bax aylıq təxmini ya həftədə nə qədər ödəyirsiniz? Elə olur ki, həftədə məsəl üçün 10 manat, 20 manat. Yəni ay belə şeydir. Yəni əsas bu qışı keçirdirik də, qış soyuq olur axı. O köhnə qabaqla olurdu ya, o ceyran peşləri onunla. Aha, aylıq nə qədər ödəniş edirsiniz? Aylıq valla nə bilim çıxır da hardasa belə 15-20 manat. Bir otaqdır yəni. Kombinə. Aylıq təxmini nə qədər ödəyirsiniz? Baxır da yandırmağa baxır 60, 70. Fərqi var keçən ilə bu ilə nisbətən fərqi var. Hələ ki hiss eləmirəm. Qazdan Aylıq ödəniş təxmini nə qədər olur? çıxır da çox. Nə qədər çıxır təxminən? 40 manat, 50 manat, 60 manat. Amma qazda elə bir ki istilik yoxdur. Nə qədər xod verirsə gür guruldayır, amma evə istilik vermir. Kombi. Aylıq təxmini nə qədər ödəyirsiniz? Təxminən 30 manat civarında. Радиатор у нас, вот, а так газ, радиатор, свет, естественно, ну, где-то около 20 манат в месяц. Это холодные дни, когда были. Радиатор, он маслянистый, то есть масло нагревается, он отключается, потом опять включается. Это когда за свет, остывает. а за gaz? А за газ мы, знаете, мало. Kombi. Bəli. Aylıq nə qədər ödəyirsiniz kombiyə? Qızım, mən birdən 100 manat verirəm. Misal üçün 3 ay, 4 ay gedir. Bizdə həm qazdır, həm də ki elektrikdir. O köhnə evlərdəndir də, köhnə evlərdəndir. Bir dənə qaz peçi görmür. Ona görə də o bir otaqda radiator deyirlər də elektriklə. Üst-üstə mən sizə deyim 70, o da 30-100 manat gəlir aya. Ailə büdcəmə o qədər ciddi təsir eləmir. Çünki mən müəlliməm, həm də pensiya alıram. Yəni şikayətlənməyə dəyməz. Amma əgər mən təkcə məsələn pensiya alsaydım, işləməsəydim əlbəttə çox çətin olardı. Əndə qaz slab idi. Yaxşı qaz gəldi. Fırıllaq vaxtlardır. Alladılar qarşı. Təxmini nə qədər ödəyirsiniz ayda? Təxmini mən keçən ay ödədim 120 manat pul. Keçən ay ya. Amma şoçuya baxıram, şoçuya o kadar yoxdur. Amma çəkiyib beləcə gətiriblər. Vermirsən kəsirlər. Onun da kəsmə ixtarları yoxdur. Ona görə ixtarları yoxdur. Qaz pulu mən verəndə öləm. Uşaq var evdə, xəstə var evdə, o biri var. Onlar gələn nəql onu kəsirlər. Düzgündür.